26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə havada, suda, quruda, vətənin keşiyində duran silahlı qüvvələrimizi, mərd, vətənpərvər oğullarımızı, Azərbaycan ordusunu təbrik edirik. Can Azərbaycanımız bütün xalqımızın evi, əskərlərimiz isə bu evin qəhrəman keşikçiləridir. Onlar bizim təhlükəsiz yaşamağımızın təminatçısı, vətənin keşiyində şərəflə dayananlardır. Hər biri ilə fəxr edirik. Uca Allah bu bayram sevgisini qürurla yaşamamız üçün canını fəda edən şəhid qardaşlarımızın məqamını cənnət etsin. Qazilərimizə şifalar versin. Unutmayaq, vətən sevgisi pak, vətənpərvərlik isə uca, mənəvi rütbədir.